Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam. Bu gün 6.6 iyon tənglikləri mövzusunun suallarına baxacağıq. Sualları keçməmişdən əvvəl iyon tənglikləri nədir, ona baxaq. 7-ci sinifdə söz tənliyi qururdunuz. İndi də təngliklər, reaksiya tənglikləri yazırdınız. Əslində reaksiya gedəndə reaksiyada qaz, su, çöküntü alınırsa, reaksiya sona qədər gedir və o qazı, suyu, çöküntünü, indi hər hansı üçündən biri ola bilər, ikisi də əmələ gəlsin. Əmələ gələn zaman orada onların əmələ gəlməsində iştirak edən ionlar sayəsində reaksiya gedir. O ionlar arasında reaksiya gedir. Məsələn, burada aşağıda verilib neytrallaşma reaksiyası. Neytrallaşma reaksiyası nədir? Əsaslarla turşuların reaksiyasından normal duz alınırsa, ə, bu neytrallaşma reaksiyasıdır. Bu zaman biz reaksiyanın bu yazdığımız tənliyi molekulyar tənlikdir. Üstəgəl H2O. Görürsünüz, bu reaksiyadan su alınıb. Bayaq da dediyim kimi, əgər reaksiyada su, qaz söküntü alınırsa, sona qədər gedir, axıra qədər gedir. Burada axıra qədər getməsinin səbəb suyun alınmasıdır. Bəs burada reaksiya hansı ionlar arasında baş verir? Əvvəlcə elektrolitləri ionlarına ayırırıq. Natrium OH-dan natrium müsbət, OH mənfi ionu var. Üstəgəl xlorid turşusunda H müsbət, xlor mənfi ionu var. İonları yazdıq. Natrium xlorid də elektrolitdir. Onu da iyonlarına ayırırıq. Amma su elektrolit deyil. Onu iyonlarına ayırmırıq iyon tənliyi yazında. Bu tam iyon tənliyi yazılır. Baxın, bütün iyonları yazdıq. Bəs qısa iyon tənliyi nədir? Bu suyu əmələ gətirən iyonlar hansılardır? OH və H. OH və H yazırıq. H2O alınması qeyd edirik. Bu isə olur qısa iyon tənliyi. Burada da eyni tipdə bir neçə nümunələr verilib. Buradan da baxaraq siz tapa bilərsiniz. Məsələn, buradan kalsium karbonat çöküntüsü alınıb. Belə işarə çöküntü deməkdir. Bu isə qaz halında olmasını göstərir maddənin. Çöküntü, qaz alınırsa onu iyonlarına ayırıb yazmırsınız. Və burada bir neçə daha nümunə vardır. Gəlin indi isə öyrəndiklərinizi tətbiq edin hissəsindəki suallara baxaq. Quruluşun 2 müsbət və SO4 2 mənfi iyonlar arasında reaksiyanın baş verməsi üçün hansı maddələrin məhlullar qarışdırılmalıdır? Cavabınızı əsaslandırın. Bunlar arasında baş verməsi üçün, baxın, ümumiyyətlə duzla duz nə vaxt reaksiyaya girir? 2 dənə həll olan duz o vaxt reaksiyaya girir ki, ən azı bir dənə çöküntü alınsın. Siz də məsələn öyrənmisiniz ki, nitratın bütün duzları suda həll olandır. Qurğuşun məsəl üçün nitrat duzu suda həll olandır. Üstəgəl sulfat da keçəndə barium sulfatlı, kalsium sulfatlı onlar həll olan deyil. Başqa bir sulfat götürün. Məsəl üçün hansı iyonlar demişik? Natrium, kalium, amonium. Olsun kalium sulfat, kalium 2SO4. Bunlar reaksiyanı aparaq, alınacaq. Qurğuşun 2 sulfat, qurğuşun SO4 üstəgəl kalium NO3. Baxın, burada çöküntü olan budur. Kalium NO3 isə çöküntü deyil. Cavabınızı əsaslandırın deyirsə, bayaq dediyimi yaza bilərsiniz. Deməli, belə bir cavab da yaza bilərsiniz ki, qurğuşun 2 müsbət və SO4 2 mənfi iyonlarla suda həll olan duzlarının məhlulları qarışdırılmalıdır. Sonra ikinci suala baxaq. Hansı reaksiyaların qısa iyon tənliyi H müsbət üstəgəl OH mənfi alınıb H2O kimidir? Yəni, burada su alınmalıdır sonda və ancaq burada qeyri-elektrolit kimi su alınmalıdır. Ola bilər çöküntü də alınsın, amma bizdə qısa iyon tənlikdə sırf bunu nəzərdə tutub deyə çöküntü alınan variantı seçə bilmərik. Gəlin baxaq birinci bəndə. Burada nə alınır? Barium SO4
Baxın, bu çöküntüdür. Üstəgəl H2O. Qısa ion tənliyi burada H müsbət üstəgəl OH mənfi H2O alınmış kimi olmayacaq. Bunun qısa ion tənliyi necə olacaq? Barium 2 müsbət, üstəgəl OH mənfi, qarşıda 2 yazıram sala, H müsbət 2 yazdıq, üstəgəl SO4 2 mənfi. Baxın, burada barium SO4 çöküntüdür axı. Qeyri elektrolitləri ionlarına ayırmaq, üstəgəl H2O. Bunun qısa ion tənliyi ilə budur. Çünki bu çöküntüdür, bu da mayedir. Bu ödəmədi şərh. İkincisi baxsaq, kalium NO3 üstəgəl H2O. Bu ödəyər, çünki kalium NO3 suda həll olanda elektrolitdir. Onun ionlarına ayırıb yazmalıyıq. Üçə baxaq, kalsium xlorid üstəgəl H2O. Burada da kalsium xlorid də həll olandır, elektrolitdir, ionlarını ayırıb yazacağıq. Qısa ion tənliyi verilmiş, şərtdə verilmiş kimi olacaq. Burada nə alınır? Sink xlor 2 üstəgəl H2O. Sink xlorid də suda həll olandır. Sink və xloru ionlarına ayırırıq burada. Sink xloriddəki ionları. Qalır yerdə H müsbət OH mənfi, bir də su. Axırıncıya baxaq, natrium OH üstəgəl CO2. Burada 2 mol olmasına fikir verməliyik. Burada normal uzanılır. Natrium karbonat üstəgəl H2O. Burada da yenə natrium karbonat suda həll olandır. Natriumun bütün uzları suda həll olur. Elektrolitdə elektrolitləri ionlarına ayırıb yazırıq. H2O isə suda deməli qeyri-elektrolitdir, ionlarına ayırmayacağıq. H müsbət üstəgəl OH mənfi alınıb H2O kimi olacaq qısa ion tənliyi. Cavab olacaq 2, 3, 4, 5. Bir də biz deməli 2, 3, natrium 2 CO3. Burada üzr istəyirəm. Biz H olmasını nəzərə almalıyıq. Düzdür, burada su alınır. Sırf belə olmayacaq. Burada qısa ion tənlikdə bunu cavab kimi götürməyin. Qısa ion tənliyində axı qazları ionlarına ayırmırıq. Burada CO2 olacaq. 2OH mənfi alınıb CO3 2 mənfi üstəgəl H2O. Qısa ion tənliyi burada belə olacaq. 5-i götürməyəcəyik. H müsbət yoxdur burada. 4-də də yenə. Burada deməli sinki götürəcəyik. Oksidləri ionlarına ayırıb yazmırıq. Üstəgəl H müsbət, üstəgəl xlor mənfi. Alınır burada. Sink 2 müsbət, üstəgəl H2O. Çünki xloru yazanda ixtisar gedir xlorlar. Deməli, cavab sadəcə olacaq 2 və 3. Ancaq 2 və 3. Üçüncü suala baxaq. Hansı ion tənliyi oksidaşma reduksiya prosesini əks etdirir? Cavabınızı əsaslandırın. Oksidaşma reduksiya odur ki, oksidaşma dərəcəsi dəyişsin. Gəlin baxaq. Əgər bəsit maddə varsa, 100% ki, bu oksidaşma reduksiya reaksiyasıdır. Birinci də, məsələn, hidrogendir, burada müsbət 1-dir, karbondur, müsbət 4-dür, burada da müsbət 4-dür. Birincisi də dəyişmir. Amma sinki görürük, 0-dır, burada 2 müsbətə gəlib. Bunu götürdük. Maqnezium 0-dır, 2 müsbətə gəlib, götürdük. Sonra 4-də də deməli, oksidaşma dərəcəsi dəyişən yoxdur. Cavab ona görə burada da olacaq deməli, 2 ilə 3. Bir də deyə bilərik. Bəsit maddə varsa, elektron və yaxud da belə yaza bilərsiniz. Reaksiyalarda elektron mübadiləsi baş verir, oksidaşma reduksiya reaksiyasıdır. 2 ilə 3 olacaq ancaq. Sonra baxaq, öyrəndiklərinizi yoxlayın hissəsində. Hansı ionlar arasında reaksiya axıra qədər gedir? Çöküntü alınırsa gedir. Məsəl üçün, bariumdan SO4 çöküntü verdi. Dəmir 2 müsbət OH çöküntü verər burada. Suda həll olmayan əsasdır. Bunu da götürürük. Kalium sulfit, kaliumun bütün üzvləri həll olandır. Bu axıra qədər getmir. Koprium SO4. Deməli, bu koprium SO4 də suda həll olandır. Bunu da götürmürük. Sink nitrat. Nitratın bütün üzvləri həll olanda götürmürük. Kalsium karbonat ağ rəngli çöküntüdür. İonlar çöküntünü verir. Ona görə də axıra qədər gedir. İkinci suala baxaq burada. Aşağıdakı maddələrin məhlullarının qarşılıqda baş verən reaksiyaların ion tənliklərini tərtib edin. A'ya baxaq. Gümüş 1 nitrat.
Kalyum klorid. Ne alınır burada? Gümüş bir klorid. Bu çöküntüdür. Üstə gəl kalyum NO3. Baş verən reaksiyaların iyon tənişlərini tərtib etdir. Qısa iyon tənliyini tərtib etsək, baxın, çöküntüdən əmələ gətirən iyonlar hansılardır? Gümüş müsbətlə xlor mənfi. Yazdıq. B-yə baxaq. Mis 2 xlorid üstə gəl natrium hidroksid. Bu suda həll olmayan əsasların alınma reaksiyasıdır. Həll olan duzlarına qələbə ilə təsir etməklə. Natrium xlor həll olandır. Mis 2 hidroksid mavi rəngli çöküntüdür. Və burada mis 2 hidroksid nə əmələ gətirib? Mis 2 müsbətlə OH mənfi alınıb. Bu bir OH 2. Ən sonuncuya da baxaq C bəndinə. Kalsiyum klorid üstə gəl kalyum orta fosfat. Demək, orta fosfatlardan ancaq kalyum, natrium, amonium həll ola bilir. Digərləri həll olunur. Burada da çöküntünü əmələ gətirən kalsiyum 2 müsbətlə PO4 3 mənfidir. Burada yaxşı olar ki, əmsalları da yazaq. Əmsallarını da yazdıq. Belə. Buradan bu qədər. Sağ olun, salamat qalın. İnşallah gələn izahlarda görüşənə dək. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun.